Rusiyaya qarşı tətbiq olunan enerji sanksiyaları artıq öz nəticələrini verməyə başlayıb, amma Birləşmiş Ştatlarda, çünki Bloomberg agentliyinin yazdığına görə Rusiyanın Rosneft, eyni zamanda Lukoil və digər enerji sanksiyaları artıq Birləşmiş Ştatlarda maraqlıdır ki, enerji qiymətlərinin, ümumiyyətlə yanacağın qiymətinə təsir eləyib və yanacağın qiyməti artıb. Bunu onunla əsaslandırır ki, Bloomberg agentliyi təbii ki, öz mənbələrinə istinadən Rusiyaya qarşı tətbiq olunan sanksiyalar səbəbindən Amerika bazarlarında, ümumiyyətlə dünya bazarlarında neftin həcmi bir növ azalıb. Bu da təbii ki, qiymət artımına səbəb olub və baxmayaraq ki, dünya bazarında ümumilikdə neftin, ümumiyyətlə yanacağın qiymətində bir növ eniş müşahidə olunur. Birləşmiş Ştatlarda yanacaq doldurma məntəqələrində, xüsusilə dizeldə biraz artım müşahidə eləyirlər ekspertlər və Bloomberg agentliyinin yazdığına görə, təbii ki, ekspertlərə istinadən, əgər bu tendensiya davam edəcəksə, Rusiyaya qarşı enerji sanksiyaları davam edəcəksə, Birləşmiş Ştatların yanacaq bazarlarında bunu təbii ki, bir qədər də hiss eləyəcəklər treyderlər. Bu da onunla əsaslandırılır ki, ümumilikdə Rusiyanın gündəlik olaraq sutka ərzində dünya bazarına verdiyi neftin həcmi 800 min bareldir. Dünya bazarında dəniz ticarətində isə ümumi bu həcm 22 milyon barelə yaxındır və hesab eləyirlər ki, əgər kəskin azalma baş versə, Rusiya neftinin, ümumiyyətlə enerjisinin dünya bazarına çıxmasında qiymətlərdə də kəskin artım müşahidə oluna bilər. Hazırda kifayət qədər kəskin artım müşahidə olunmur. Ona görə ki, ekspertlər hesab eləyirlər ki, Rusiya dolayı yollarla da olsa sanksiyalardan yan keçərək öz neftini, öz enerjisini bəzi ölkələrə sata bilir. Bu səbəbdən onlar kəskin artım müşahidə etmirlər. Amma əgər Rusiya yaxın gələcəkdə bu sanksiyalardan yan keçə bilməsə və Rusiya enerjisinin dünya bazarına çıxışına məhdudiyyət qoyulsa, təbii ki, Rusiya kimi dünya bazarda bundan təsirlənəcək hesab eləyir Bloomberg agentliyi. Təbii ki, bütün bunların əsas belə pərdə arxasında olan məqamı, bütün bu proseslər Ukrayna-Rusiya müharibəsi ilə bağlıdır. Bitəcəkmi, bitməyəcəkmi? Ümumiyyətlə, dünya liderləri iki cür fikirləşir. Bəzi ölkələr hesab eləyir ki, yaxın vaxtlarda bitəcək. Bəziləri ümumiyyətlə müsbət düşünmür bu barədə. Məsəl üçün, onlardan biri Finlandiya lideri Aleksandr Stubbdur. Associated Press-ə müsahibəsində bu barədə danışıb və bildirib ki, yaxın aylarda ümumiyyətlə münaqişənin nəinki sülh yolu ilə ümumiyyətlə bitəcəyini düşünmür və hesab eləyir ki, müharibə hələ uzun müddət davam eləyəcək. Elə bu kontekstdə hesab eləyir ki, Avropa ölkələri, Birləşmiş Ştatlar Ukraynanın hazırki vəziyyəti ilə barışmamalıdır və Kiyevə dəstəyini davam etdirməlidir və xüsusilə hesab eləyir ki, bu proses fonunda əsas ümumilikdə deməli 3 əsas məsələ önə çəkilir. İstər indi, istərsə də əgər sülh imzalanandan sonra bunlardan biri Ukraynanın təhlükəsizlik zəmanətləridir. Eyni zamanda ölkənin deməli iqtisadiyyatının bərpası və ərazi məsələləri bilirsiniz və bu məsələdə çox maraqlı bir mövzu var. Məhz Aleksandr Stubbun Associated Press-ə verdiyi müsahibəsində qalmaqal yarada biləcək bir-iki ifadə işlətdi və o qeyd edib ki, Ukrayna gərək korrupsiyanın qarşısını alsın. Çünki korrupsiyanın kifayət qədər olduğunu qeyd edib və Avropa dövlətlərinin ona göstərdiyi, Ukraynaya göstərdiyi bu maddi və eyni zamanda müəyyən bir pul vəsaiti yardımları olur da təbii ki, bunların düzgün yola xərclənilmədiyini də orada qeyd edir və amma həmçinin onu da qeyd edib ki, bu korrupsiya qarşısı alınsa da, alınmasa da belə Avropa dövlətləri Ukraynaya dəstəyini davam etdirməlidir. Çünki Ukraynanın məğlub olması bütün Avropanın məhvinə gətirib çıxara bilər. Belə bir ifadələr də işlədib. Çox güman ki, bu yaxın günlərdə də onun işlətdiyi hər bir ifadənin bir nə məna daşıdığına xüsusi fikir verəcək. Bəli, əlavə olaraq qeyd eləmək istəyirəm ki, Aleksandr Stubb qeyd elədiniz ki, Avropa ölkələrinə çağırış etdi və bildirdi ki, Ukraynaya yardımı davam etdirməlidir. Amma eyni zamanda Vladimir Zelenskiyə də bir növ mesaj göndərdi və Vladimir Zelenskinin ünvanına bildirdi ki, Ukraynada çox tezliklə bütün bu prosesi həll etməlidir. Ölkədə o korrupsiya qalmaqalı ilə bağlı məsələləri həll etməlidir. Çünki bu prosesdən Stubbun fikrincə ən çox Rusiya yararlanır. Bu ümumiyyətlə
ümumiyyətlə bu qalmaqal da sözsüz ki, Zelenskinin imicinə, Ukraynanın Avropada, istərsə də dünya ölkələrində imicinə təsir eləyir və Xüsusilə Avropa ölkələrinin belə məsələlərə necə baxdığını, necə həssas yanaşdığını da bilirik. Mən davam eləmək istəyirəm, qayıdacam mən bu mövzuya, Avropa ölkələrinə, amma davam eləmək istəyirəm mən müharibənin bitib-bitməməsi ilə bağlı. Mən qeyd elədim, Aleksandr Stubb qeyd elədi ki, müsbət fikirdə deyil müharibənin yaxın vaxtlarda bitməsi ilə bağlı, amma Türkiyədə tamam fərqli düşünürlər. Məsələn, Hakan Fidan AXBR müsahibəsində bildirib ki, artıq Rusiya-Ukrayna müharibəsi bitməyə ən yaxın nöqtədədir. Çünki daha doğrusu Türkiyə Xarici İşlər Naziri hesab edir ki, hazırda bölgədə heç kim irəliləmir. Sadəcə dronlar vasitəsilə qarşısı alınmaz bir müharibə davam eləyir. Gündəlik olaraq itkilər, minlərlə itkilər baş verir, amma ciddi şəkildə heç bir ölkə irəliləmir və bu səbəbdən danışıqlar vasitəsilə, danışıqlarla yekunlaşmalıdır bu müharibə. Digər tərəfdən bilirsiniz ki, Türkiyə aktiv şəkildə sülhü dəstəkləyir bu ölkələr arasında və neytral mövqe tutub hazırda və istəyir ki, bu məsələ diplomatik yolla bitsin. Humanitar məsələlərdən danışmaq istəyirəm. Firuz, mən xatırlayırsınızsa, ötən həftə bizim 13 noyabr buraxılışımızda Hakan Fidan və Ukraynanın müdafiə naziri ilə görüşü zamanı müzakirə etdik burada və mən bildirdim ki, yaxın vaxtlarda bəlkə də Rusiya və Ukrayna arasında əsir mübadiləsi həyata keçirəcək və 2 gündən sonra noyabrın 15-də Rustem Umerov, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi açıqladı ki, artıq geniş miqyaslı bir əsir mübadiləsi gözlənilir yaxın günlərdə. Söhbət 1200 nəfərin azad olunmasından gedir və yəqin ki, bu proses davamlı şəkildə olacaq və mən xüsusilə qeyd eləmək istəyirəm ki, bu prosesdə fəal rol oynayanlardan biri elə Türkiyədir. Elə Rustem Umerov da bunu qeyd eləyib, Türkiyənin rolunu vurğulayıb, eyni zamanda Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyini də qeyd eləyib. Mən az öncə qeyd etdim, Avropa ölkələrinə qayıdacam. Zelenskinin bu ölkədəki korrupsiya qalmaqalı fonunda Avropaya səfər eləyib. Yəqin ki, istəmir çox böyük fəsadlar törətsin bu qalmaqal və elə Avropa turnesinə çıxıb bir növ və Avropa liderləri ilə təkbətək görüşməyə başlayıb. Onun Yunanistan səfəri oldu ötən gün ərzində və bir sıra enerji sazişləri imzaladı və bu enerji sazişləri çərçivəsində Yunanistanla LNG qazının, maliyyələşdirilmiş təbii qazının daşınması üçün Şaquli dəhlizin yaradılması və Kiyevə yaxın gələcəkdə, yaxın aylarda deməli mavi yanacağın tədarük edilməsi ilə bağlıdır və ekspertlər hesab eləyir ki, bu addımla qış aylarında çox yardımcı olacaq bu proses. Çünki bilirsiniz, enerji infrastrukturları zərbə altındadır Ukraynada və bu səbəbdən Avropada kömək eləmək istəyirlər Ukraynanın enerji problemlərini həll etmək üçün. Mən digər tərəfdən qeyd eləmək istəyirəm ki, Avropa turu çərçivəsində Vladimir Zelenski bugün noyabrın 17-sində Fransaya səfər eləyəcək. Zelenski Emmanuel Macronla görüşəcək, təhlükəsizlik məsələləri müzakirə olunacaq və xüsusilə qeyd eləmək istəyirəm ki, Fransanın Avropa və Xarici İşlər Naziri Jean-Noël Barrot France Infoya açıqlamasında bildirib ki, Ukrayna və Fransa arasında pilotsuz uçuş aparatlarının yaradılmasına dair yeni bir müqavilə imzalanacaq. Bu sahədə əməkdaşlıq eləmək istəyirlər və ilk dəfə olaraq Parisdə Ukrayna və Fransanın təhlükəsizlik nümayəndələri, istehsalçılar görüşəcəklər və PUA istehsalına dair danışıqlar aparacaqlar. Daha sonra isə Vladimir Zelenski İspaniyaya səfər eləyəcək. İspaniyaya səfərinin əsas məqsədi isə Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, enerji deməli infrastrukturunun qorunması ilə bağlıdır. Bilirsiniz ki, zərbə altındadır Ukraynanın enerji infrastrukturu və məhz bu səbəbdən istəyir ki, Rusiya zərbələrindən qorunmaq üçün hava hücumundan müdafiə sistemlərini qorusun İspaniya vasitəsilə. Elə PUA-lardan söz düşmüşkən, Avropada artıq PUA-lardan gələn mümkün
təhdidlərə qarşı preventiv tədbirlər görməyə hazırlaşırlar. Almaniya PUA-larda müdafiə sistemlərinə 100 milyon avro qoyacaq. Bu bizim demək olar 100 milyon avro sərmayə yatıracaq və xüsusi bir polis bölməsi yaradılacaq. Bununla bağlı qeyd eləmək istərdim. Elə burada da sonlandırmaq istərdim bizim bugünkü buraxılışımızı. Mən də öz növbəmdə dünyada və regionda baş verən və gələcəkdə baş verəcək maraqlı məlumatları izləmək üçün tamaşaçılarımızı xəbərin zamanını izləməyə dəvət edirəm. Sağ olun, salamat qalın.